Salam, hər vaxtınız xeyir olsun. Bugün sizinlə 9 illik test toplusu 2025-ci ilin nəşrində yer alan rezin qaloşlar mətninin izahını paylaşıram. İzaha keçmədən öncə dərslərim haqqında məlumat vermək istəyirəm. Dərslərim həm Azərbaycan dili, həm də ədəbiyyat fənni üzrə onlayn şəkildə keçirilir. Dərslər haqqında əlavə məlumat almaq üçün 051 959 07 68 nömrəsi ilə əlaqə yarada bilərsiniz. Keçdik rezin qaloşlar mətninin suallarının izahına. 171-ci sualla başlayırıq. Mətndəki əsas fikrə uyğundur. Biz mətndəki əsas fikri, mətni oxuyanda görürük ki, burada yaxşılıqdan, müəllimin etdiyi yaxşılıqdan, gözəl bir örnəkdən danışılır. Yəni orada uşaqlar həmin o şagirdə gülür, lakin əsədə gülür. Lakin müəllim bu vəziyyəti dəyişmək üçün gözəl bir addım atır. Və biz mətni oxuyanda B variantının bu mətnə daha uyğun olduğunu görürük. Çünki yaxşı müəllim daha çox elm verədən yox, varlığı ilə bizi kamil insana çevirən şəxsdir. Bu fikir ən doğru fikir olacaq. 172. Mətnin neçənci abzası özündən əvvəlki abzasa birləşdirmək, özündən əvvəlki abzasa birləşdirmək məqsədə uyğundur. Baxın, 4-ü 3-dən 3 ilə birləşdirmək daha uyğundur. Bilirsiniz niyə? Çünki bunlar bir-birinin ardınca gələn bir şeydir də, yəni hadisələrdir. Birdən uşaqlardan biri pıqqıldayıb güldü. Bu, yanaşı sıradakı nəzrin idi. Artıq bu bir növ 3-ün davamıdır deyə 3 ilə 4-ü birləşdirmək daha uyğun olacaq. Yəni 4-ü 3-ün əvvəlinə 3 ilə birləşdirmək daha düzgündür. Ona görə sualımızın deməli düzgün cavabı 172-də A variantı olacaq. 173. Mətndə tünd-qara hərflərlə verilmiş söz hansı nümunədə kontekstdəki mənasına uyğun işlənmişdir? Tünd-qara hərflə verilmiş söz deyir ki, üzr istəyirəm. Burada qeyd olunur ki, onları süzərək gülüşlərinin səbəbini müəyyən etməyə çalışır. Eynəyin üstündən süzür. Süzmək, yəni baxmaq mənasında. Görək, harada baxmaq mənasında işlənibdir? Bax, bu yazdıqlarımı da gözəl musiqi sədaları altında yazıram. Yazdıqca ruhum havada süzülür. Baxmaq mənasında deyir ki, düşmən ürkək-ürkək postlarımızı süzür, yəni baxır, ordumuzun hücumunu gözlürdü. Bəli, B variantı uyğun olacaq. Rəqs edərkən pərvanələr kimi süzürdü, yəni baxırdı mənasına uyğun gəlmir. Müəllim məhlulu süzüb, şüşə qaba tökdü. Burada süzmək mənasındadır. Kimisə süzmək yox, baxmaq yox. Təsbih kimi qatarınız düzərsiz, havalanıb ərş üzündə süzərsiz. Yəni bu da baxmaq mənasında deyil. Bizdə baxmaq mənasındadır. Süzmək, kimisə ətraflı incələmək mənasındaydı. O da B variantı ən düzgün variant kimi götürüləcək. 174. Mətn əsasını doğru fikir müəyyən edin. Qaloş il boyu uşaqların sevimli ayaqqabısı idi. Xeyr, sevimli ayaqqabısı deyildi. Sadəcə onların gücü imkanı çatmadığına görə qaloş alırlar. Əsas məktəbə getməmişdi, kasıblığın nə olduğunu anlamışdı. Xeyr, hətta burada bir dənə fikir var. Deməli, ilk dəfə kasıblığın nə olduğunu uşaq ağlımla onda duydum. Demək, ilk dəfə o vaxt duyur. Deməli, C-də deyir ki, əsas məktəbə gedərkən nə alac qalaraq qaloş geyinmişdi. Bəli, imkanları yox idi deyə bunu deməli alır. Yəni qaloş alırlar, naəlac qalırlar. Müəllimin dərsindən sonra ham məktəbə qaloşla gəlir. Xeyr, belə bir fikir verilmir mətnə əsasən. Əsədin məyusluğu yoldaşlarına pis təsir edir. Bu haqqda da məlumat yoxdur. Ona görə sualın düzgün cavabı C variantı olacaq. Mətndə əvvəlində demək şübhə işarəsi qoyulmuş söz hansı cümlədir? Mətndəkindən fərqli mənada. Yəni əgər o söz həqiqi mənadadırsa məcazi, məcazidirsə həqiqidə işlətməliyik. Baxaq görək hardadır çıxacaq. Oynayardıq sözüdür. Futbol oynayanda da ayaqyalın oynayardıq. Oynamaq həqiqi mənadadır. İndi biz onu məcazi mənada işlənilən cümləni axtarmalıyıq. Bu tamaşada oynamaq onun çoxdankı arzusuydu. Bəli, tamaşada oynaya bilərsə məcazi deyil. Günəşin az şəfəqləri kəndin üzərində oynayırdı. Artıq günəş necə oynasın? Yəni şəfəqləri necə oynasın? Məcazi mənadadır. Yaylığının ipək saçaqları ilə oynayır, nəyisə fikirləşirdi. Oynaya bilərsən də, yəni saçaqlarla oynaya bilərsən, problem yoxdur. Qardaşım dərsdən sonra şahmat oynayırdı. Bəli, bu da həqiqi mənada da oynaya bilərsən. Küləyin gücündən dənizdə dalğalar oynayırdı. Dalğa necə oynasın? Alınmaz ki, məcazi mənada. 2-5 A variantı. 176-cı sual keçdik. Mətndə çərçivədəki sözün qarşılığı ola bilən ifadəni müəyyən edin. Rişxənd ilə sözüdür. Kimsə rişxənd etmək, istehza etmək mənasına gəlir və yaxud da ələ salmaq. Ona görə də 1-4 C variantı olacaq sualımızın düzgün cavabı. 177.
Məryəm müəllim və Əsədlə bağlı yanlış fikirlər istəyir. Məryəm müəllim qayğıkeşdir, diqqətçildir. Əsədin düşdüyü vəziyyətə görə özünü günahkar sayır. Xeyr, biz mətni oxuyanda, axı mətnə əsasən deyir, biz onun özünü günahkar hiss etdiyini görürükmü? Xeyr. Bu yanlış fikirdir. Əsəd pərt olur, bəli, bu doğru fikirdir. Qisas almağa can atır. Biz gördük ki, Əsəd qisas alır. Xeyr. Və yaxud da həssasdır. Bəli, o həssas idi. Pərt olur, həssasdır da. 3-5 D variantı. 128. Atamın pulu ancaq qaloş almağa çatmışdı cümləsi mətnin neçənci abzasını artırılsa, növbəti abzaslarda fikir daha aydın ifadə olunar. Baxın, bu fikri atamın gücü ancaq buna çatmışdı. İkinci abzası artırılsa daha uyğun olacaq. Çünki burada deyirik, məktəbimizdə dərs yenicə başlamışdı. Məktəbə ayaqqabısız getmək olmazdı. Ata mənə boz rəngdə qaloş almışdı. Mən də corabım olmadığı üçün onu yalın ayağa geyinib məktəbə getmişdim. Çünki deyir, atamın bunu almağa gücü çatmışdı da, yəni. Ona görə də bunu biz deməli ikinci abzası artırsaq daha yaxşı olacaq. C variantı. Mətnin məzmununa əsasən hansı fikirlə son cümləni tamamlamaq olar? Deməli, biz burada baxırıq ki, mətndən sonuna baxaq. Bu gözəl qaloşları tapmaqda mənə kömək etdiyin üçün Əsədə təşəkkür edirəm. Artıq heç kim gülmürdü. Çünki, yaza bilərik ki, çünki müəllim örnək davranış göstərmişdi. Deməli, biz bu kimi fikirləri oraya yaza bilərik. Və yaxud da müəllim bu hərəkət ilə uşaqları dərs vermişdi. 180. Mətndəki əsas problem və bu problemin həlli. Biz mətndəki əsas problemin uşaqların Əsədi ələ salmasını götürəcəyik. Uşaqların Əsədi ələ salması. Əsas problem bu idi. Salması. Və bunun həlli yolu nə idi? Müəllimin onlara örnək davranışla deməli yol göstərməsi. Yəni məsələni, problemi həll etməsi. Müəllimin örnək deməli davranışını biz problemin həlli kimi götürə bilərik. Belə, bu da 180-ci, yəni mətnimizin sonuncu sualının izahı idi. İnşallah ki, izahlarım aydın olmuşdur. Növbəti izahda görüşmək ümidi ilə. Sağ olun.